Verdiğiniz sualda haklısınız ki, biz doğru veya doğru olmayan pirləri necə təsbit edək? Təbii ki, bugün dedik pir nədən ibarətdir, pir kimdən ibarətdir? O pirlər pir sayılır ki, o pirin sahibi, orada məzarı olan şəxsiyyət Allah tərəfindən sevilib seçilmiş olsun. Allah tərəfindən sevilib seçilmiş olan bir şəxsiyyət də Allah tərəfindən insanlara sevdirilir. O yerlərin özünə məxsus bir kəraməti olar. O yerlərin özünə məxsus bir ab-havası olar. İnsanlar ora gedib dua etdikləri zaman bir çoxlarının duaları Allah qatında qəbul olmuş olar. Bir çox insanlar orada xəstələrinə şifa tapmış olarlar. Təbii ki, şifanı verən oradakı pir deyil, şifanı verən Allahdır. Amma biz xəstəmizə şifa diləyiriksə, piri vəsilə edərək Allahdan dua edirik. Allahım, burada yatan pirə xatir, burada yatan seyidə xatir, burada yatan övliyaya xatir, səndən istəyirik ki, sən bizə, xəstəmizə şifa verəsən. Necə biz həkimin yanına gedib xəstəliyimizə müalicə istəyiriksə, həkimdən şifa diləmirik ki, 1000 dərd var, 1001 dərman var. 1000 dərd, yəni həmin o 1000 dərdə 1000 dənə dərman var. Bir dərman isə Allahın özüdür. Allah o xəstəyə şifa verməsə, xəstə nə qədər dərman atsa da, xəstə nə qədər həkimə getsə də müalicəsinə, dərdinə əlac tapa bilməz. Amma Allah Şafi ismi ilə o xəstəyə şifa verirsə, təbii ki, səbəblərə də riayət edərək biz həkimin yanına gedirik. Həkim bizə doğru düzgün diaqnoz qoyur və müalicə yazır. Bu yazılan müalicədən sonra isə biz Allahın verdiyi şifa vasitəsilə şifa tapmış oluruq. Əgər bütün həkimlər xəstələri sağaltmış olsaydılar, bugün bu qədər yer üzündə xəstəliklərin sayı artır. Xəstəliklərdən dünyasını dəyişən insanlar var. Şifanı verən həkim mi oldu, yoxsa Allah mı oldu? Təbii ki, Allahdır. Allahın Şafi ismi ilə şifa vermədiyi insanlar, Allahın onlara şifa vermirsə, bu o demək deyil ki, Allah o insanlardan üst çeviribdir. Burada da bir imtahan var, sınaq var, mövzu fərqli istiqamətə yönələ bilər. Buradan yola çıxaraq, biz görürük ki, getdiyimiz pirlərdə o pirləri vəsilə edərək Allahdan istəyirik. Onların da Allahın yanında məqamı olduğu üçün, necə şəhidlər şəfaət edəcək axirətdə, çünki Allahın yanında bir məqamı var. Və o pirlərin də Allahın yanında məqamı olduğu üçün, o pirlərin, yəni pirin özü, o şəxsiyyətin özü, o Allah qatında məqamı olan övliyə olsun, vəli olsun, seyid olsun, onun Allah yanında məqamına xatir biz dua edirik və Allah bizim xəstələrimizə şifa vermiş olur. Digər tərəfdən isə batil olan yerlər var. Məsələn, o yerlərdə ki, gedib ağaca ip bağlayırlar, sap bağlayırlar, hansısa parça bağlayırlar və yaxud da orada dizin sürünürlər və yaxud da nə bilim o daşın arasından keçirlər, daş yapışdırırlar, şam yandırırlar. Bunların İslamda heç bir əsası olmayan məsələlərdir. Kəbə evinin qarşısında məqam-ı İbrahim var. Allah orada İbrahimin məqamından bəhs edir və bütün həccə gedən insanlar Kəbəni təvaf etdikdən sonra İbrahim məqamının arxasında təvafın şükrü olaraq bir təvaf namazı da qılmış olurlar. Biz Həzrəti İbrahim məqamına ibadət etmədik ki, bizim ibadətimiz Allahadır. Biz Allaha ibadət edirik. Amma İbrahim məqamını dəyərli edən, çünki Həzrəti İbrahim əleyhissalam Allahın yanında çox dəyərli idi. Həzrət İbrahim əleyhissalam Allahın yanında dəyərli olmasaydı, milyard müsəlmanın orada gedib ibadət etdiyi zaman Allah onlara o məqamı nümunə göstərməzdi. Və o məqamın dəyəridir, o məqamın üstünlüyüdür ki, Allah onun evinə çağırılan qonaqlara deyir ki, məqam İbrahimin arxasında namaz qıl. Orada İbrahimin məqamı var. Çünki İbrahim əleyhissalamın gördüyü işin dəyəri çox alidir. O pirlərin Allah qatında dəyəri çox alidir. Çünki ömrünü Allahın rızası üçün yaşayıb. Ömrünü Allahı razı salmaq üçün yaşayıb. Allahın yanında bir dostluq, vəlilik qazanıb ki, o qazandığı dostluğa, vəliliyə görə də biz o insanların məqamına gedirik və onların məqamını ali tutaraq Allahdan istəyirik. O məqamlarda biz dizimizi vurub dizin sürünəriksə, o məqam sahiblərindən yalnız şifanı onlardan istəyəriksə, duanı onlardan istəyəriksə, burada Allahla öz aramıza dolayısıyla bir pərdə çəkmiş olarıq. Deyəsiniz ki, bu cür insanlar da var, gedib onlardan istəyirlər, hətta duaları qəbul olur, hətta xəstələri şifa tapmış olur. Onlar işin mahiyyətini anlamadıqları üçün oradan istəyirlər, sanki o şifanı verən pir olduğunu düşünürlər, amma orada şifanı verən kimdir? Dolayısıyla fərqində olmadan onlar Allahdan istəyirlər. Doğru olan da nədən ibarətdir? Doğru olan insanlara doğrunu göstərməkdir. Yəni insanlar doğru olaraq Allaha yönəlsinlər. Allahdan istənsinlər. Şifanı da verən Allahdır, yardımı da verən Allahdır, ruzunu da verən Allahdır. Yəni həyatda düzəlməyəcək nəyimiz varsa hər şeyi verən Allahdır. Və orada vəsilə etdiyimiz piri vəsilə edərək Allahdan istəyəriksə və bu zaman
doğru düzgün istiqamət tutmuş olarıq. Bəzən görürsən ki, Mir Mövsüm ağaya belə dil uzadırlar. Mir Mövsüm ağa Allah qatında məqamı olan bir seyiddir, bir vəlidir, bir övliyadır. Biz ora getdiyimiz zaman orada fərqli bir mühitin, havanın olduğunun şahidi oluruq. Və Allah qatında, Allah yanında dəyərli bir insandır ki, Allah onu dəyərli edib insanlar içərisində və insanlar da onun huzuruna üst tutmuş olurlar. Əvvəla düşünək ki, orada bir məscid var. Məscidlər yer üzündə səzdəgahdır. İnsanlar o məscidə gedib orada dua eləyir, Allahdan ibadət edirlər. Digər tərəfdən orada bir məzar var, məzarın üzərində dua oxuyurlar. Onun ruhuna Quran oxuyurlar, onun ruhuna Fatihə verirlər və onu da onun ruhuna hədiyyə edirlər. Biz inansız insanlarıq ki, biz onlara salam versək belə, salavat göndərsək belə, Fatihə oxusaq belə, o gedib onun ruhuna çatmış olur. Və Quranı oxuduqdan sonra, Fatihəni oxuduqdan sonra Mir Mövsüm ağanın da Allah qatında, Allah yanında olan dəyərini, məqamını vəsilə edərək Allahdan bir dua edir ki, Allahım, bunu necə özünə dost seçdin, bizi də özünə dost seç. Onu necə özünə dost seçdin, günahlarını bağışladın, məğfirət etdin, bizim də günahlarımızı bağışla, bizim də günahlarımızı məğfirət et. Və millətimizdən Mir Mövsüm ağa kimi böyük şəxsiyyətlər çıxar. Övladlarımızı onun kimi özünə dost elə, zürriyyətimizdən gələcək nəsillərimizi iman, İslam sahibi elə. Yəni, dediyimiz kimi, insan dəyərlərə dil uzatmaqla dəyəri aşağı düşər. Heç vaxt dəyər qazana bilməz. Pirlərə dil uzadarsan, dəyərin aşağı düşər. Qurana dil uzadarsan, dəyərin aşağı düşər. Kəbiyə dil uzadarsan, dəyərin aşağı düşər. Və özünüz şahidi olun ki, nə qədər cəmiyyətimizdə insanlar var, o dəyərlərə dil uzatdıqları zaman dəyərləri aşağı düşür. Təbii ki, yanlışı demək hər bir insanın vəzifəsidir. Yanlış pirlər var, yanlış ziyarətgahlar var. Orada insanlar özləri tərəfindən qurama işlər görürlər, bidət işlər görürlər, yanlış işlər görürlər. Bunu da hər hansısa bir məzhəbə sirayət etmək yerinə İslamda olmadığını sübut edərək o heç bir məzhəbə mənsub deyil. Yanlış yanlışdır. Yanlış hər hansısa məzhəbdə olursa o yanlışdır. Hər hansısa bir məzhəbin yolun qüsuru deyil, insanların qusurudur. O cəmiyyətin qusurudur, o toplumun qusurudur ki, onu belə deyək, anlamadan, bilmədən, həqiqətdən sahib olmadan bir ələmi götürür, insanları onun arxasında fırladır, onu bir müqəddəs hala gətirib, onu da hansısa məzhəbin təmsili olaraq göstərir. Əslində o məzhəbin təmsili deyil, insanların təmsilidir. Elmdən, mərifətdən, İslamdan xəbəri olmayacaq cəhalət sahiblərinin təmsilidir. Amma İslama baxdığımız zaman İslam insanları ələm arxasında fırlatmır. İslam insanları ağac arxasında fırlatmır. İslam insanı dəyərlər arxasında fırladır ki, o dəyərlər arxasında fırlanmağımız, Kəbə ətrafında fırlanmağımız, təvaf etməyimiz bizə dəyər qazandırır, bizi özümüzə qaytarır. Pirlərin ətrafında gedib ziyarət etməyimiz, orada dua etməyimiz bizi özümüzə qaytarır, bizi kimliyimizə qaytarır. Dahi şairimiz Nizami Gəncəvini ziyarət etməyimiz bizi nizami yaradıcılığına qaytarır. Şeyx Füzulini ziyarət etməyimiz bizi Füzuli yaradıcılığına qaytarır. Şeyx Nəsimini ziyarət etməyimiz bizi Nəsimi yaradıcılığına qaytarır. Onların dedikləri ilə tanış eləyir. Bunlar kim olub, necə şəxsiyyət olub, necə yazıblar, necə yaşayıblar, necə yaradıblar. Və bu baxımdan kifayət qədər sayılacaq insanlar var ki, bunlar pirlərdir. Əslində biz pirləri səhv salırıq ki, pir kimdir, pir kimə deyilir, pir necə olmalıdır.